Bu günləri, günlər danışırım, sabah böyüyəcəksiniz. Bəlkə bana sual verəz ki, ata, ananı unutmuşdum. Gülürdün, danışır. Yox, ananı unutmamışdım. Sadəcə siz güləsiniz, belə hər gün ağlamayasınız, hər gün belə əzab çəkməyəsiniz. Başqa uşaqlar üzrə gələndə. 23 tane kızımız var da, neyini sen oğlanı? Dedi ki, yo, sen anavı xəstə olanda heç bir valideynini sən bırakmadın, belində yazdırdın. İstəyirəm sənin kimi oğlanlar mənim oğlum olsun. Məni ölənə kimi bırakmasın. Həmişə mənim yanımda olsun. Elə də oldu həminə. Mənim kimi bir dənə Allah sənə oğul qismət elədi. Nə sən onu bıraxdın, nə o səni bıraxdı. Və bu günlərdə ananı hamı tanıyırsa, atanı unutmadığı üçün tanıyır. Mən ona yandım ki, onların başının altına bir dənə yastık koyan olmamışdı. Oğlum da burada soğuk asfaltın üstünde uzanıblar. Mən maşını satdım. O qeyrətinə çox düşkün qadın idi. Çox hədsiz. Mənə dedi ki, Şəhriyə, sən maşını səhər verəcəksən. Mən istəmirəm başqa maşında gedim. Çünki mən uşaq gidizlirəm. Mənə apar qoy evə. Səhər gələrsən, sən maşını verərsən. Söhbət də belə olmuşdu. Biz ona görə yola çıxdıq. Həqiqətən mən pis olmam.